Aviaşirkət sərnişin qarşısında Varşava və Monreal konvensiyaları, daşınma qaydaları çərçivəsində məsuliyyət daşıyır. Baqaj etdikdə və ya zədələndikdə itirilmiş və tapılmış lost and found masasına yaxınlaşmaq lazımdır. Amma bunu aeroportun rejim zonasından çıxmazdan əvvəl etmək lazımdır. Sözügedən masada sərnişin və aviaşirkət nümayəndəsi tərəfindən imzalanan akt tərtib edilir. Forma dəqiq doldurulmalıdır və proses bitdikdən sonra sərnişinə 4-6 rəqəmdən ibarət sənəd nömrəsi verilir. Yeniliklər barədə isə formada yazdığınız nömrəyə bildiriş göndəriləcək. Bilməli olduğunuz bir neçə məqam da var. Baqajınız məhv edilibsə, zədələnibsə, əskik gəlibsə, zərəri aşkarlandıqdan dərhal sonra baqajın alındığı tarixdən 7 gün gec olmamaqla kompensasiya üçün yazılı iddia irəli sürmək hüququnuz var. Bəzi aviaşirkətlər baqajınızın zədələnməsinin kompensasiyası kimi hesabınıza 500-ə qədər səyahət mili əlavə edə bilər. Baqaj və ya yükün itirildiyi, məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Baqaj və ya yük daşınmaya qəbul edildikdən sonra 3 ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bu şərtlər aviaşirkətlərin daxili qaydalarına görə dəyişə bilər.